Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Mina xanım Mamayeva. 5-ci çağırış Dağıstan Respublika Xalq Yığıncağının 48-ci sessiyasında ilk oxunuşda Dağıstan Respublikasında xalq drujinaları barədə qanun layihə qəbul edilib. Müvafiq layihə vətəndaşların ictimai asayişin mühafizəsində iştirakı barədə federal qanun müddəalarının icrası əsasında hazırlanıb. Respublika prokuroru Ramazan Şahnavazovun sözləri ilə ölkəmizdə vətəndaşlar ictimai nizam-intizamın təminində hələ Çar Rusiyası dövründə eyni ilə Sovet hakimiyyəti illərində iştirak edirdilər. Statistik əsaslara görə ötən 2014-cü ildə Rusiyada xalq drujinniklərinin bilavasitə köməkliyi ilə qanun pozuntusuna yol vermiş 357 nəfər yaxalanmış, 32 mindən artıq cinayətin üstü açılmış, 460 minədək icbari qanun pozuntusu halları üzə çıxarılmışdı. Qanun layihəsi çərçivəsində Dağıstan Respublikasının dövlət hakimiyyət orqanları qanunçuluğun, nizam-intizamın və ictimai təhlükəsizliyin təmini məqsədi ilə ictimai asayişin mühafizəsində iştirak edəcək vətəndaşları və onların birliklərini dəstəkləyəcək. Yerli özünü idarə orqanları isə xalq drujinalarının fəaliyyəti üçün gərəkli şərait yaradacaqlar. Müvafiq işləri isə drujinalar tərəfindən onların regional reyestrə daxilindən sonra baş alacaq. Bundan əlavə layihə çərçivəsində xalq drujinniklərinə ölüm və ya sağlamlıqlarına vurulacaq xəsarət üzrə əvvəllər nəzərdə tutulmuş bir dəfəlik müavinətlər də saxlanılır. Bundan əlavə Respublikanın dövlət hakimiyyət orqanları və yerli orqanlar onların sosial müdafiəsi üzrə əlavə zəmanətlər də nəzərdə tutmalıdırlar. Dağıstan Respublikasının Milli Siyasət Nazirliyində Respublika rəhbəri Ramazan Abdullətipovun təşəbbüsü ilə təşkil edilmiş Qoca Xəzər Ekspertlər Klubu üzvlərinin bilavasitə iştirakı ilə Şimali Qafqazın inkişafı, yeni ideyalar, köhnə problemlər başlığı altında aparılmış dəyirmi masa görüşündə Şimali Qafqaz regionunun inkişafı, etniki eyniliyin və millətlər arası münasibətlərin tərəqqisi ilə bağlı məsələlər diqqət mərkəzində durmuşdur. Diqqətinizə çatdırırıq, hörmətli radio dinləyicilərimiz ki, mart ayının 14-də Mahaçqala şəhərində yerləşən Respublika Onkoloji Dispanserində açıq qapı günü keçiriləcək. Müvafiq aksiya öldürücü xərçəng xəstəliyinin diaqnostika və profilaktikası məqsədi ilə təşkil edilir. Bu xəstəliyin daşıyıcıları olan Dağıstanlılara ya da ki, diaqnostikası şübhə altında olanlara təmənnasız olaraq öz məsləhətləri ilə kvalifikasiyalı onkoloq mütəxəssislər yardım göstərəcəklər. Vətəndaşlar öz pasport, tibbi sığortalama polisləri və onların surətləri ilə mart ayının 14-də səhər saat 9-dan 15-ədək Mahaçqala şəhərində Akuşinski prospekti 24 nömrəli ünvanda yerləşən Respublika Onkoloji Mərkəzinə müraciət edə bilərlər. Rusiya Federasiyasının hökuməti 2015-ci ildə 54 subyekt üçün xaricdə yaşayan həmvətənlərin köçürülməsi üzrə regional proqramların tətbiqinə 180 milyon rubl vəsait ayırıb. Müvafiq qərar həmvətənlərin qəbuluna və Rusiya regionlarının əmək potensialının artımına yardımcı olacaq. Vəsaitin daha çox hissəsi onun 13,2 milyonu Kaluqa vilayətinə ayrılıb. Tula vilayəti isə müvafiq proqramın tətbiqi üçün 11 milyon rubl əldə edib. Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ərəfəsində Dağıstanın İnsan Haqları üzrə müvəkkili əlillərin Böyük Vətən müharibəsi iştirakçılarının, arxa cəbhə zəhmətkeşlərinin, həlak olmuş və vəfat etmiş veteranların, dul qadınlarının Əfqanistan, Çeçen Respublikası ərazilərində və digər qaynar nöqtələrdə döyüş əməliyyatları iştirakçıları və əlillərinin hüquqlarının müdafiəsi məsələləri üzrə qaynar telefon xəttini işə salıb. Beləliklə, mart ayının 16-sından aprel ayının 1-nədək iş günləri saat 9-dan saat 13-ədək və saat 14-dən saat 18-ədək 67 01 14, 67 31 38,
67 31 52 və 8 928 839 52 41 nömrəli telefonlara zəng vurmaqla müharibə iştirakçıları və əlillərinin hüquqlarının müdafiəsi ilə bağlı məsələləri araşdırmaq mümkün olacaq. Mahaçqalanın çoxfunksiyalı mərkəzi tərəfindən fevral ayının 25-dən may ayının 1-nədək Böyük Qələbənin yubileyinə həsr olunmuş xatirə kitabı aksiyası keçirilir. Aksiyanın məqsədi Böyük Vətən müharibəsi iştirakçılarının əlamətdar cəbhə hadisələrini, o cümlədən sevgi macəraları, dostluq barədə maraqlı təsadüflər haqda, həmçinin hərbi əməliyyatlarla bağlı xatirələrini bir yerə cəmləməkdir. Müvafiq hekayətlər tarixi mərhələni dəqiqliklə xarakterizə etməyə, Böyük Vətən müharibəsi illərinin atmosferini, hərbçilərin və digər müharibə iştirakçılarının həyatını hərtərəfli açıqlamağa imkan verir. Beləliklə, paytaxtın çoxfunksiyalı mərkəzində Böyük Vətən müharibəsi iştirakçıları, onların yaxın adamları və ya tanışlarının təqdim edəcəyi informasiyanı qəbul etmək və sistemləşdirmək üçün xatirə növbəsi işə başlayıb. Çoxfunksiyalı mərkəzin işçiləri gətirilmiş məktub, şəkil yaxud digər sənədlərin surətini çıxararaq onları geri sahibinə qaytarırlar. Əldə olunmuş məlumatsa elektron kitaba salınır. Bu kitab aksiya başa çatdıqdan sonra mərkəzin saytında bütün vətəndaşlar üçün əliyetər olacaq. Aksiya Mahaçqala şəhər, Radişev küçəsi 3 nömrəli ünvanda baş alıb. Siz son xəbərlərə qulaq astınız.